Hamıya salam millət. Order Flow videomuzun 4-cü bölümünə xoş gəlmisiniz. Əvvəlki 3-cü bölümdə kontekstdən danışmışdım, narrativdən danışmışdım, global nədir, lokal nədir, sekanslardan danışmışdım və sell to buy, buy to sell'dən danışmışdım ki, bizim Order Flow'da istifadə etdiyimiz alətlər bunlardır və necə istifadə olunur onları da anlatmışdım. Amma görürəm ki, bəzi insanlar mənə sual verirlər ki, məsəl üçün biz tutduq ki, belə göstərim. 4 saatlıqda məsəl üçün istiqamətimiz yuxarıdır. Nə bilim hədəfi bura qoyduq. Məsəl üçün nə deyim sizə? Buradan belə getdi. Məsəl üçün atıram yapı yeniləndi. Növbəti hədəfimiz məsəl üçün bu Asiyanın hayıdır. Və biz də buradan long açmaq istəyirik. Məsəl üçün 1 saat qrafikdir. Amma biz necə eləyək ki, low time frame, yəni aşağı zaman dilimində işlem açaq. Çox sadə. Order flow-da, yəni mənim istifadə etdiyim low time frame-də 3 cür giriş metod var. Birincisi MSS Nesel Tuba ilə Byte-Shell'in birləşməyi göstərəcəm sizə birazdan. İkincisi IPVC üstündə qapanışla 15 dəqiqəlikdə. Bir də MSS plus PVC Fiber'ə 5 dəqiqəlikdə. Uşaqlar, deməli bu nədir? Bu, yəni bunları siz bilirsiniz çox güman, amma mən yenə də sizə deyəcəm. Deməli, ekranda görürsünüz yazmışam ki, buraya MSS Sell to Buy. Deməli, bizim burada bir targetimiz varsa, ilk növbədə, yəni POI-miz varsa, point of interestimiz varsa, qiymət bunu alır və biz məntiqi olaraq bundan sonra short hədəfləmək istəyirik. Yəni bizim əgər işləmiş shortsa, biz ilk növbədə bu birinci MSS low time frame-də işləmə giriş yerinə görə MSS gözləyirik və burada nə gözləyirik? Buy to sell sahəsi yaranmalıdır. Buy to sell sahəsi nə demişdim sizə? O dəfə qiymət birinci getməlidir. Buy sonra buy'dan sellə keçməli. Yəni alışdan satışa keçməli. Burada olduğu kimi. Və burada bu altında qapanış verməlidir ki, MSS yaransın. MSS yaransın. Altında qapanışdan sonra burada geri çəkilmələrdən biz girə bilərik məsəl üçün. Bu olur bizim MSS modelimiz. Yəni MSS Sell to Buy Buy to Sell modelimiz. Bizim burada bir targetimiz alınıb. Daha sonra aşağı düşüb qiymət. Qiymət alışdan satışa keçib, yəni buy'dan sellə keçib, buy to sell olub. Burada MSS verib bizə. Bu MSS-in altında qapanış eləməlidir mütləq. MSS-in altında qapanış verdikdən sonra geri çəkilmələrdən biz girə bilərik. Bu qədər sadə, yəni əslində ən asan giriş nömrələrindən biridir. İkinci uşaqlar. IPVC. Yenə bizim burada bir targetimiz var, point of interestimiz var. Qiymət bir dəfə buranı aldıqdan sonra əgər burada 15 dəqiqəlikdir minimum 15 dəqiqəlik FVC yaratsa və FVC-nin üzərində qapanış versə, biz onda deyə bilərik ki, işləmə girə bilər, yəni low time frame-də. Əgər bizim istiqamətimiz long yönlüdürsə və bizim point of interestimiz alınıbsa, daha sonra 15 dəqiqəlikdə biz də burada IFVC yaradıbsa, IFVC üstündə qapanışla, amma minimum 15 dəqiqə olmalıdır. Girmək olar. Amma burada bir şey də var ki, burada mütləq boss verməlidir, yəni break of structure qurmalıdır. Amma əgər qrafik siz girdikdən sonra boss yaratmırsa və bossun üstündə çıxmağa çətinlik yaradırsa, biz onda nə etməliyik? Mütləq girişə stop atmalıyıq. Çünki qiymət əgər bossun üstündə çıxmağa çətinlik çəkirsə, deməli qiymətin hələ də aşağı düşmə ehtimalı var. Yəni bizim hazırda olan strukturumuzu güncəlləyə bilməyəcək və qiymət aşağı düşəcək. Yəni belə bir hərəkət olmalıdır. Qiymət qalxmalıdır, IFVC yaratmalıdır 15 dəqiqədə, IFVC altında üstündə qapanışla belə bir hərəkət etməlidir. Daha sonra take profitə getməlidir. Yox, əgər belə bir hərəkət eləyə bilməsə, belə oyanlansa buralarda siz mütləq girişə stop atın. Eyb yox, girişdə stop loss da olar, əsas odur stop loss olmayasınız. Bu da belə getdi bizim ikinci giriş növümüz. Üçüncü də uşaqlar MSS plus 5 firewall gapdir. Yəni 5 dəqiqəlikdədir bu. Məsələn, burada fikir verdiksə biz 15 dəqiqədən istifadə etmişik. Niyə? Çünki 15 dəqiqəlik 5 dəqiqəlik nəzərən daha keyfiyyətli zaman dilimidir. Ona görə tətii IPVC yetər ona. Amma 5 dəqiqəlik o qədər etibarlı olmadığına görə biz bu dəfə bir dənə ilə yox, 2 dənə ilə istifadə edirik. Yəni MSS plus IPVC, MSS plus FVC 5 dəqiqəlikdə. Yenə bizim bir point of interestimiz varsa, alınıbsa bura, daha sonra bizim istiqamətimiz longsa və biz long işləm görmək istəyiriksə, birinci burada MSS-in üstündə qapanış görməliyik. Görürsünüz burada MSS yaranıb, üstündə qapanış eləyib. Burada MSS yaranandan sonra burada FVC də ola bilər. FVC-yə gəlib təmasından sonra üstündə bir yaşıl şam yandırandan sonra, yəni qalxış şam yandırandan sonra işləmə girmək olar və daha sonra işləmi biz take profitə qədər tuturuq. Yəni uşaqlar, order flow-da mənim istifadə etdiyim low time giriş metodları bunlardır. Yəni hal-hazırda bunlardan istifadə edirəm. Bu olmasa bundan istifadə edirəm, bu olmasa bundan. Yəni üçündən birindən mütləq şəkildə istifadə etməyə çalışıram. İndi gəlin bunları sizə qrafikdə göstərməyə çalışım. Uşaqlar, deməli bu qızılın qrafikdə 30 dəqiqəlik qrafikdir. Mən biraz bunları sizə sərgəli çəkim. Deməli uşaqlar, burada görürük ki biz
Keçən gündən qalmış bizim bir lovumuz var, yəni PDL var burada. Və Asya'nın da həmçinin PDH var burada. İşarələyib. Görürük ki, uşaqlar burada 15 dəqiqəliyə. 15 dəqiqə keçdikdən sonra görürük ki, burada görürük ki, bizim buradakı New York Asiyanın lovunu alıb. Və onsuz da bizim qrafikimiz yəni yüksəlişə doğru gedir və qızıldır. Bizim burada strukturumuz, lovumuz alınıb, yəni strukturumuz yenilənib, daha sonra qrafik qalxıb. Burada nələrdən girmək olar? Bizim açıq aşağı bir hədəfimiz var, bura var, hədəfimiz var, strukturumuz alınıb, yəni bizim manipulyasiyamız da verib. Bizdə, yəni siz əslində pivot məntiqlə deyə bilərsiniz. Akkumulyasiya, manipulyasiya və distribusiya hadisəsi də deyə bilərsiniz buna. Yəni. Deməli uşaqlar, burada Asiya açılış verir. Asiya açılış verəndə amma burada New Yorkdan qalmış bir fraktal var, aşağıda görürsünüzsə. Həm buranı alır, həm də New Yorkdan qalmış 15 dəqiqəlik burada bizim bir balaca FVC-miz var. Həm də o FVC-yə təmas eləyir. FVC-yə təmas eləyəndən sonra zaten bizim burada artıq bir hədəfimiz var idi. Və yaxud nə dedimsə, qaydaq bir yerə. MSS plus 5 dəqiqəlik FVC metodundan istifadə edə bilərdik burada. Yəni qaydaq qrafikimizə. Qrafikimizə qaydandan sonra burada MSS-imiz hardadır? Bizim uşaqlar düşüşümüzü başladan son şamansıdır. Görürsünüz bu şam. Bu şamı çəkirik belə. MSS üstündə qapanış eləyir. Növbəti şam MSS üstündə qapanış eləndən sonra təzədən gəlir bizim bu FVC iynə atır. Biz burada işləmə girə bilərik. İşləmə giririk. Məsəl üçün burada Asiyanın hayına qoyuruq take profit'i. Stop loss'u qoya bilərik həmişə sessionların uc nöqtəyə. Mütləq şəkildə bir qanundur. Tutaq ki, qoyaq uşaqlar biz bura New York'un lovuna. Qoyandan sonra burada bizdə əmsal az elədi 1.43. Bizim burada 2 yolumuz var. Bizim ararımız azdırsa girməyə də bilərik. Girməyə də bilərik və yaxud bunu biraz qaldırıb, məsəl üçün buralara qoya bilərik ki, onsuz da görürsə 2 ara qoyanda, burada demək olar 2 ara qoyanda bizim qiymət take profit olub yəni də. Ya işləmə girməyəcəyik, ya da mütləq şəkildə 2 ara eləməyə çalışacağıq. Yəni 2 ara dediyim, yəni 1.7, 1.8 arar da, yəni qəbul edilə bilirdi, amma minimum çalışın 2 arana işləmə girməyə çalışın və stop loss'u heç vaxt FVC-nin ucuna, başına, nə bilim bu fraktalın ucuna, başına qoymayın. Həmişə çalışın stop loss'ları sessionların hayına, lovuna qoyun. Yəni qorunaqlı bölgə deyirlər buna trading dilində. Çalışın stop loss'ları həmişə qorunaqlı bölgələrə qoyun. Bu bizim uşaqlar FVC plus MSS ilə girdiyimiz işləm idi. Burada 15 dəqiqəlikdə girdik. 15 dəqiqəlik MSS-lər və FVC-lər işləmə faizi daha yüksəkdir. Ona görə bu əslində girilə bilir işləm idi. Gələk uşaqlar başqa qrafiklərə baxaq. Bizim burada ilk başladığımız zaman nə görürük? Birinci ilk növbədə Asiya öz içində fraktalını alıb, yəni Asiya öz hayını alıb, struktur yeniləyib, daha sonra bizim bu Asiyamız keçən günün PDH-ını alıb, yəni yenə struktur yeniləyib, daha sonra burada nə var? Frankfurt açılır burada. Frankfurt açılanda, uşaqlar, Frankfurt heç mənasızca açılmır və mənasız qiymətlər hərəkətdə eləmir. Frankfurt açılan kimi Asiyanın burada qalmış bir fraktalını alıb, həmçinin burada bizim də bir balaca bir FVC-miz var, 15 dəqiqəlik. Həmçinin buranı swift-ləyib, yəni üstünə qapanış eləyib. Və bu o demək ki, birbaşa olaraq yüksəliş siqnalıdır. Mən yenə bunun rəngini boz eləyim. Boz daha yaxşıdır. Biraz tündləşdirim bunun rəngini. Deməli, belə daha yaxşıdır. Uşaqlar, daha sonra burada necə işləmə girmək olardı? Biz işləmə düşürük 5 dəqiqəlik qrafik zaman diliminə. Gəldik uşaqlar 5 dəqiqəlik zaman diliminə. 5 dəqiqə zaman dilimində Frankfurt açılıb Asiyanın bir fraktalının burada lovunu almışdı. Bizim burada hədəflərimiz nə ola bilər ilk növbədə? Asiyanın hayı ola bilər və yaxud məsələn Asiyanın hayını burada işarə eləyirik. Asiya hayını işarə elədik. Daha sonra biz gözləyirik Londondan bizim konfirmimizi. Dediyim kimi MSS ola bilər, IFVC ola bilər, MSS plus FVC ola bilər, buy to sell alınıb belə ya da sell to buy alınıb ola bilər. Burada inşallah ekranda gördüyümüz kimi biz nağdı şəkildə bir sell to buy yeri görürük. Qiymət birinci aşağı düşür. Yəni sell verir, daha sonra buy-a keçir. Qiymət sell verib buy-a keçəndən sonra burada sell to buy alını yaratdıqdan sonra burada bir 5 dəqiqəlik FVC yaradır. FVC-nin qapanışından məsəl üçün biz işləmə girsək, stop hara qoyuruq? Yəni həmişə kimi qorunaqlı bölgələrə, Londonun burada lovuna qoyuruq, stopu take profit hara qoyuruq? Qoyaq məsəl üçün Asiyanın hayına. Asiyanın hayına qoyduqda biz burada alırıq 1.57 arar, 1.57 arar deyilsə azdır. Bunu mexaniki olaraq biz 2 arar eləyirik. Təxmini tam 2 ararda işləmimiz take profit olur uşaqlar. Yəni bu qədər sadə. İşləmə girməzdən əvvəl həmişə high time frame-də
biz öz konfirmimizi aldıqdan sonra və kontekstimizi tapdıqdan sonra mütləq low time frame giriş yerlərinə diqqət eləməliyik ki, həmişə qrafikin dönüş nöqtələri low time framelərdən başlayır, daha sonra high time framelərə təsir eləyir. Bayaq dediyim kimi, ya MSC olmalıdır, sell to buy yaratmalıdır, bayaq dediyim kimi, və yaxud if və üstündə qapanış olmalıdır 15 dəqiqə. Təbii ki, burada bizim bir poillərimizi almalıdır. Buradakı kimi, buradakı kimi, bir də buradakı kimi. Və yaxud 5 dəqiqə zaman dilimində həm MSS yaratmalıdır buradakı kimi. Həm MSS yaratmalıdır, həm də FG-yə təmasından bir yerdə biz işləmə girə bilərik. Bu qədər sadə. Uşaq kanala abunə olmağı unutmayın. Hələlik.